Milli Məclisin sabiq deputatı Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının ölümü ilə bağlı bəzi təfərrüatlar bəlli olub. Bu barədə kütləvi informasiya vasitələrində də məlumatlar qeyd olunur. Belə ki, Fəzail Ağamalı qızı Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə gedibmiş. O dünən səhər qaldığı oteldə ürək tutmasından dünyasını dəyişib. Fəzail Ağamalı uzun müddətidir ki, xərçəng xəstəliyindən də əziyyət çəkirdi. Fevralın 10 saat 12:00-da Heydər məscidində sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçiriləcək. Bu barədə Fəzail Ağamalının qızı deputat Günay Ağamalı da paylaşım edib. Dəfindən sonra Heydər məscidində hüzn mərasimi təşkil olunacaq. Mərhumun 3-7 mərasimi 12 fevral saat 11:00-15:00 aralığında Heydər məscidində keçiriləcək. Qeyd edək ki, Fəzail Ağamalı uzun sürən xəstəlikdən sonra dünən Ankarada dünyasını dəyişib. Allah rəhmət eləsin deyirik.